Salam əziz izləyicilər. Biz keçən söhbətlərdə İmam Əli əleyhissalamın müsəfindən danışdıq və dedik ki, Həzrət Əli əleyhissalam Quranı 6 ay ərzində cəm eləyib. Ondan sonra birinci xəlifə Əbu Bəkirin tapşırığı ilə Quran-ı Kərim cəm olub və ümumən biz bunu da qeyd elədik ki, bəzi alimlər elə bu iddiadadırlar, bu əqidədə, düşüncədədirlər ki, Həzrət Peyğəmbərin dövründə elə Quran-ı Kərim kitab formasında idi. Amma onlar ki, bu düşüncədədirlər ki, Peyğəmbərdən sonra kitab formasında cəm olub. Onlar deyirlər ki, Həzrət Əli əleyhissalam 6 ay ərzində Quranı cəm eləyib və o Quran bəzi səbəblərdən qəbul olunmuyor və birinci xəlifə onu tapşırıq verib, əmr verib, Quran kitab formasında toplanıb cəm olmuşdur. Və ondan sonra Osmanın, 3-cü xəlifə Osman İbn Əffanın dövründə Quran-ı Kərimlə bağlı tarixi bir hadisə baş verdi. O vaxtı Osmanın dövrünə qədər demək olar ki, İslam məmləkəti, İslam torpaqları genişlənmişdi, artıq müsəlmanların sayı artmaqda idi və Əbu Bəkirin tapşırığı ilə toplanan Qurandan əlavə bir neçə sahabələrin də özünə məxsus topladığı müshəflər var idi. Özlərinə məxsus üslubda cəm eləmişdilər Quran müshəflərin və İslam məmləkətlərinə yayılmışdı. Quran həmin o müshəflər digər İslam məmləkətlərinə də yayılmışdı və sahabələr arasında, daha doğrusu müsəlmanlar arasında fərqli fikirlər formalaşmışdı Quranın qiraəti ilə bağlı. Və səbəb də məsələn hansısa bir sahabə İbn Məsudun qiraəti ilə Quranı oxuyurdusa, kimsə deyəndə ki, məsələn, bu cür oxumaq olmaz. Bu səbəb gətirir ki, məsələn, filan sahabənin müshəfidir bu, filan sahabənin müshəfinə əsasən mən bunu bu cür oxuyuram. Bu cür fərqli fikirlər formalaşmışdı müsəlmanlar arasında Quran qiraəti ilə bağlı. Hüzeyfə adında bir şəxs var, Həzrət Peyğəmbərin sahabəsi olur, ilk müsəlmanlardan olur, yəni ilk iman gətirən şəxslərdən olur. Hüzeyfə Ömər ibn Xəttabın dövründə Mədainin valisi olur. Ondan sonra Osmanın dövründə də, 3-cü xəlifənin dövründə Azərbaycanın valisi olur və tarixdə gəlir ki, Həzrət Əli əleyhissalam xəlifə olanda, xilafətə gələndə Həzrət Əli əleyhissalama da beyət edir Hüzeyfə. Və Hüzeyfə erməni və Azərbaycanla müharibədə iştirak edən İraq və Şam ordusunda olur Hüzeyfə. Və görür ki, orada müsəlmanlar yığışıb Quran oxuyurlar və orada biraz çaxnaşma yaranır, fərqli fikirlər yaranır, dava dalaş həddinə gəlib çıxır ki, sən səhv oxuyursan, bu cür oxumaq olmaz, o birisi deyir, yox, belə olmaz, bu cür oxumaq lazımdır. Hərəsdə dəlil kim tərəfindən müshəf qələmə alınıbsa, onu dəlil gətirir ki, filan sahabənin müshəfidir. Hüzeyfə bundan narahat olur və gəlir Kufəyə, cəmaata, sahabələrə bildirir ki, bəs mən belə bir hadisə ilə qarşılaşmışam, bu böyük bir ciddi bir təhlükədir. İbn Məsuddan başqa bütün sahabələr Hüzeyfənin fikri ilə razılaşır ki, bu böyük bir dənə təhlükədir İslam aləmi üçün, müsəlman aləmi üçün. Və Hüzeyfə gəlir Mədinəyə, xəlifə Osmanla görüşür və hadisəni xəlifəyə çatdırır ki, vəziyyət biz bildiyimiz qədər də adi bir məsələ deyil, çox ciddi bir məsələdir. Quran gələcəkdə təhrifə məruz qala bilər və bunun üstünə biz ciddi bir şey fikirləşməli, nəsə eləməliyik ki, müsəlmanlar arasında ixtilaf olmasın. Hətta Mədinənin özündə belə, Mədinə haraydı? Xəlifənin yaşadığı bir şəhər idi də, orada da sahabələr arasında, Quran oxuyanlar şəxslər arasında gördün ki, ixtilaf düşürdü, hətta dalaşmaq həddinə gəlib çatırdılar. Xəlifə də gördü, vəziyyət həddindən artıq ciddidir və çox ağır bir məsuliyyətli bir işdir. Sahabələri topladı, bir dənə iclas təşkil elədi Osman və dedi ki, məsələ bu cürdür,
biz bir iş görməliyik, çalışmalıyıq ki, vahid bir dənə müshaf olsun və ona görə də biz nələrsə eləməliyik. Biz bir olmalıyıq, birlikdə bu işi görməliyik ki, bütün İslam məmləkətlərdə vahid bir dənə müshaf olmalıdır. Yəni hər bir sahabəyə məxsus müshaf olmamalıdır. Və Osman ibn Əffan tapşırıq verdi ki, İslam məmləkətlərində bütün müshaflar göndərilsin Mədinəyə və həmin o müsəlmanların əllərindəki olan müshaflar göndərildi Mədinəyə və Osman ibn Əffan tapşırıq verdi ki, həmin o müshafları yıxsınlar bir yerə, yandırsınlar. Bəziləri deyirlər ki, istusiya atdı. Və bu hərəkətinə bəziləri xəlifəni qınadılar ki, düzgün hərəkət eləməyiblər, bəziləri alqışladılar. Həzrət Əli əleyhissalamdan hədis var bununla bağlı. Əli əleyhissalam buyurur ki, Osman ibn Əffan burada səhv bir iş görmədi. Mən də Osmanın yerində olsaydım bu işi görərdim. Belə bir söz nəql olunur Həzrət Əli əleyhissalamın adından. Və ondan sonra Osman ibn Əffan 4 nəfərdən ibarət bir dənə heyət təşkil edir. Bəziləri 4 deyir, bəziləri 7 deyir, bəziləri 12 deyir. Yəni fərqlidir, rəqəmlər burada fərqlidir. Və başlayırlar və Osman ibn Əffan Ömərin qızı Həfsə ilə görüşür. Əbu Bəkirin topladığı Quran Həfsədə olur. Əbu Bəkirin topladığı Quran Əbu Bəkir dünyasını dəyişəndən sonra Ömərə çatır. Ömər də dünyasını dəyişəndən sonra Ömərin həmin əlindəki Quran, müshaf Həfsəyə verir, Həfsəyə əmanət edir. Və Osman xəlifə olanda da həmin müshaf Həfsədə idi, Ömərin qızı Həfsədə. Həfsə həm Peyğəmbərin həyat yoldaşı idi, Ömərin də qızı idi. Və Osman Həfsəyə deyir ki, həmin müshafı bizə verərdin və biz Quranları, digər müshaflər biz artırmaq üçün mənbəmiz bu olardı da, biz buna baxardıq, buna əsasən biz deyərik ki, ayə bu cür yazılmalıdır, bu cür toplanmalıdır və işimizi görüb qutarandan sonra da sənin müshafivi özünə qaytaracaq. Və bunların mənbəsi də söykənəcək yer həmin o müshaf idi, Əbu Bəkirin tapşırığı ilə toplanan Quran idi, müshaf idi, bir də Übey ibn Kəbin müshafı idi, mənbə olaraq, söykənəcək yer olaraq. Və başladılar sahabələr müshafların sayını artırmağa və hansısa bir ayədə bir ixtilaf eləsəydilər, bir neçə dənə fərqli fikir bildirilsəydi sahabələr tərəfindən, artıq belə qərara gəlirdilər ki, bu ayə şəxsən Peyğəmbər kimə təlim eləyib, kimə öyrədib, o şəxsi tapırdılar, hətta uzaqda olsa da belə adam göndərirdilər ki, gedib həmin şəxsi gətirsinlər və həmin şəxs son fikri o bildirsin ki, bu ayəni Həzrət Peyğəmbər sənə necə təlim eləyib. Bu cür Quran müshaflərin sayını artırdılar. Müshaflərin sayını artırandan sonra və başladılar bütün müshafləri bir-bir yoxlamaq ki, görək bütün müshaflərdə vahid qiraət var, yoxsa yox. Və ondan sonra tarixçilər yazırlar ki, bəziləri deyirlər ki, Osmanın müshafı 4 dənədir və Kufə, Bəsrə və Şam şəhərlərinə göndərir və birini də elə Mədinədə saxlayır. Bəziləri deyirlər ki, 7 dənədir, bəziləri deyirlər ki, 9 dənədir. Bu cür fərqli fikirlər vardır. Və bu tarixi mühüm bir hadisəyə çevrildi və düzdür, biz inşallah gələcək çəkilişlərimizdə, gələcək söhbətlərimizdə də danışacağıq. Bu tam olaraq problemi həll eləmədi. Çünki o vaxtı ərəb yazısı tam şəkildə kamil deyildi, naqisliklər var idi, nöqtələr yerində deyildi, hərəkələr yox idi və bir hafiz düzgün şəkildə Quran oxumaq üçün gərək öz hifzi olsun. Məsələn, başqa hansısa bir millət istəsəydi Quran-ı Kərimi oxusun, əziyyət çəkərdi, çətinliklər çəkərdi. Bu qədər inşallah gələcək söhbətlərdə görüşənəcək. Sağ olun, Allah amanında.